Müasir gənclərin, xüsusilə Z nəslinin əvvəlki nəsillərə nisbətən daha az spirtli içki istehlak etdikləri və bunun səbəbləri müzakirə olunub. Rusiyanın Səhiyyə Nazirliyinin tədqiqatlarına görə 15-17 yaşlı yeniyetmələr arasında alkoqol istehlakı son 25 ildə əhəmiyyətli dərəcədə azalıb. Oğlanlar arasında bu göstərici 2,2 dəfə, qızlar arasında isə 1,8-dir. Bu dəyişiklik sosial şəbəkələrin təsiri, sağlam həyat tərzinin yüksələn populyarlığı və dövlətlərin alkoqol istehlakına qarşı apardığı maarifləndirmə kampaniyalarının nəticəsidir. Sosial şəbəkələrin inkişafı ilə gənclər daha çox sağlam həyat tərzini təşviq edən məzmunlara rast gəlir. Blogerlər və məşhurlar idman, düzgün qidalanma və psixoloji sağlamlıq mövzularında məlumatlar paylaşaraq izləyicilərini bu istiqamətdə təşviq edirlər. Dövlətin spirtli içki istehlakına qarşı apardığı maarifləndirmə kampaniyaları da bu dəyişiklikdə mühüm rol oynayır. Məktəblərdə və ictimaiyyət arasında alkoqolun zərərləri barədə məlumatlandırma tədbirləri keçirilir. Qeyd edək ki, spirtli içki məhsullarının qiymətlərinin artması da istehlakı azaldan amillərdən biridir.